Herkese salam dostlar. Dostlar, bu günlərim sizə möhtəşəm bir dənə tir tüfəngi ilə tanış eləmək istəyirəm. Kral Panzer Mega modelidir. Gördüyünüz kimi belə gözəl altında reysi, üzərində reysi, tək-tək zarajda olan tir tüfəngidir. Dolum başlığı bu hissəsindədir. Yəni fırladırsınız, belə bağlanır. Ağzına toz, kirpas dolmasın dənə. 300 bardı. Burada görsəndiyi kimi 300 bardı. İcazə veriləni, məsləhət görüləni 200 bardı. İdeal vəziyyətdə çək kimi bir də cızıq belə olmayan tir tüfəngidir. Ucunda susturucusu, üzərində 3944 3940 binokulu. Binokulu indi sıfırlayırdım. İndi onu da göstərəcəm. Nəticələri, qapaqları məndədir, yəni var o da. Bir ədəd maqazini, nasosu, 1 qramlıq qırmayla, sılaq qırmayla bir nəticə göstəribdir. Onu da göstərəcəm. Və dostlar, yaxşı bir şey odur ki, bu 0,49 qramlıq qamodur. Qamonun 0,49 qramlıq qırmaların da çox gözəl istifadə edə bilir. Arxa hissəsində N11-in qundağına oxşuyur bunun qundağı. Yanaqlıq ayarı var, binokulla rahat atış üçün. Burada perdaxranteli var, kilidi daha doğrusu deyim sizə. Bax, gördüyünüz kimi və atılır. Bu zatfor mexanizmasıdır, hər dəfə qurulandı. Belə gözəl bir tir tüfəngi kim əldə etmək istəyirsə, səhifədəki nömrə ilə əlaqə saxlasın. Çox əla vəziyyətdədir. Heç bir buraxması, sappası ola bilməz də. Qırmanın üzərinə atır. Və keçək nəticəni göstərim sizə. Hə dostlar, bu 0,49 qramlığın qrupmanıdır. Bir barmaq boyda qrupman verib. Mən bura 14 dənə qırma atmışam. Bir mağazin 0,49 qramlıqdan qırma atmışam. Bu 1 qramlıq slagın nəticəsidir. Bu da sıfırladığımdır da, elə bil orada sıfırlayandan sonra bura dəqiqləşdirmişəm. Elə bil attım, düşdü bura, sonra çox fırlatdım, biraz qalxdı göyə, sonra nəsə o şey yığdım bura. Burada 10 dənə qırma atmışam, baxın, bu da bir barmaq boydadır. Belə qrupman verir, çox gözəl. 0,49 qramlığın udarı dostlar, baxın, bilmirəm nə dərəcə görsənir ya yox, bura əzilibdir, qalın dəmirdir. Amma 1 qramlıqda onun qədər nəticə göstərmir. Məsafəmiz də tam olaraq 20 metrədir. Bax, ora qədərdir. 20 metrədir oradan bura.